Salam aleyküm dostlar. Bu günləri bildirsin yumurtalarımızın 11-ci günüdür. Artıq gecədir. Bunları inşallah mayalarına baxacağıq. Bir də hər gün gündə 2 dəfə olaraq havalandıracağıq 5 dəqiqə. Havalar normal keçir, eləyərik ki, yəni 30 dərəcədən aşağı düşməsin istiliyi. İnkubatorun içinin. Yəni necə toyuqlarda elə, bunda da elə. İnşallah indi bir dənə onun mayaların inşallah yoxlayacağıq. Bunu söndürək. O burası inkubatorum yaxşı işləmədi. Yaxşı deyəndə işləmədi. Ona görə ondan qalan bildirsinlər qalıb. Bildirsinlər vardı. Bunun üstünə yaymışam. İnşallah onu mayasızların yerinə qoyacağım Allahın izni ilə. Bismillah. Başlayaq birinci sıradan. Ay. Bunun mayası yoxdur. Dəqiqə. Oradan göstərim. Görürsünüz, mayası yoxdur. Onu qoya bir kənara. Baxın. Belə görsənmir, qapqaradır, baxın. Artıq bu elə bir çıxacaq. Bir dəqiqə. Baxın. Yaxşıdır mayaları. İnşallah sizi çox yormayayım. Bunların mayalarına baxın. Baxın, görürsünüz. Orada tam görsənmir. Balacadır, baxın. Görürsünüz. Yəni mayaları var. Bir dənə bunların mayalarına oxşu baxım, sizə nə qədər çıxartdığımı deyəcəyəm. Bəli dostlar, artıq mayalarına baxdım. Deməli, deməli 100 burada neçə dənə yumurta var idi? 15 bu da ki 120 dənə yumurtadan 15 dənə çıxartdım. Burada da var 105 dənə mayalı, yəni orta mayalı, tam mayalı hardasa yumurta var. Yəni bir 15-20 dənə şübhələndiyim yumurtalar oldu. Yəni içində maya var, sadəcə çıxmaq ola bilsin, çətin olsun, olarsın və yaxud da ki çıxmasınlar. Amma ki inşallah ki yəni gözəl nəticədir, gözəldir. Hardasa 120 dənə yumurta idi. Ondan da 15'i mayası çıxıb. Yəni hardasa 80%, 85% gözəl nəticədir. Yəni pis deyil. Şükür Allaha. İndi inşallah ki çıxardarlar. Çıxımını da gözləyəcəyik. İnşallah ki bunu gündə 2 dəfə 5 dəqiqə olaraq, yəni 30 dərəcə, yəni soyuq olmasın. Yəni bunun yeri, bunların otaq şəraiti soyuq olmasın. Düzdür, havalar normal da ola bilsin, yəni soyuq yerlər ola bilər, dağ yeri ola bilər. Ona görə yəni onlar üçün deyirəm ki, otaq soyuq olmasın, bunlara soyuq olmasın. Yəni mənim neçə elə yumurtalarım soyuq olub, ağzını açmışam, otağım soyuq olub, elə də tələf olub gediblər. Ona görə heç kimə məsləhət görmürəm. Yəni öz praktikalarımdan və sağ olun siz də deyirsiniz, yəni sizdən öyrəndiklərimdən az da olsa sizinlə bölüşürəm, paylaşıram. Siz də çox sağ olun ki, dəyər verirsiniz. Allah razı olsun. Belə dostlar. Bir də dərəcəsini axır günlərdə əlbəttə ki aşağı salacağıq. İnşallah ki, yəni çıxma yaxın video çəkib paylaşaram sizinlə. Sağ olun, sağ olun.